Salam hörmətli izləyicilər. Bu Bakıxanov küçəsi ilə əvvəlki Fabrisius küçəsinin kəsişməsidir. Gəncliyə dönən yoldur və biz zolağımızda indi görəcəyik, deməli bizim zolaqdan sola dönmək olar və sol zolaqdan da yalnız sola dönmək olar. Və kimsə deyə bilər ki, dönəndə biz güzgüyə nəyə baxırıq ki? Bax, buna görə baxırıq. Fikir verdi, sol zolaqdan yalnız sola icazə var. Amma soldakı maşın sola yox, düz gedir. Ona görə son baxış adında bir şey var. Axırıncı anda, hətta başqa variantlar olmadıqda belə, siz haqlı olduğunuz halda belə sol güzgüyə baxırsınız və maşın olub olmadığını gözləyirsiniz. Yəni biz əgər baxmasaydıq bu dəqiqə tələbə ilə güzgüyə, bizim maşını böyürdən, tələbə tərəfdən bəh vuracaqdılar. Diqqətli olun. Diqqətinizə görə çox sağ olun.